Yaxşı, xoş gördük hər birinizi. Bugün 9-cu siniflərin 27 aprel buraxılış imtahanına 2025-ci il Azərbaycan dilindən düşən qrammatika suallarının izahına baxacağıq. Deməli, birinci sualımız yəqin ki, görsənir. Şəxs əvəzliyinə aid, biraz yaxınlaşdırdıqca qəşəng görsənsin. Şəxs əvəzliyinə aid düzgün fikirləri müəyyən edin. Deməli, burada yazıb ki, şəxs əvəzlər kəmiyyətcə tək və cəmdə olur. Yəni, deyirik ki, mən, bunun cəmi də biz. Demək, bu düzdür. Bu əvəzlərin bir qismi hallana bilmir. Niyə? Hamısı hallanır. Mən, mənim, mənə, sən, sənin, sənə. Üçüncü şəxs bildən əvəzlər insan, heyvan və cansız əşyalara aid olur. İnsana da deyə bilərik, o gəlir. Heyvana da deyə bilərik, daşa da deyərik ki, onu götür. Deməli, aid olur. Bu da düzdür. Cümlədə yalnız mübtəda olur. Bu mənəm, xəbər oldu. Demək, bu səhvdir. Mən və biz əvəzləri yerləşəndə digər əvəzlərdən fərqli şəkilçi qəbul edir. Deyirik, mənim, bizim, im şəkilçisi qəbul edir. Deməli, bu da düzdür. Düzgün cavablarımız nə oldu? 1, 3, 5. Deməli, 1, 2, 5 yox, burada olacaqdı 1, 3, 5. İkinci sual deyir, düzəltmə sözlər sırasını müəyyən edin. Kəsərli, arxaimlik, qardaş. Qardaş burada sadə sözdür, getdi. Sürməyi, şabaldı, çəhrayı. Çəhra sözü dilimizdə yoxdur, bu da sadədir. Dumanlı, oxumaq. Oxumaq sadədir, getdi. Sürməli, sədaqətli, çəməndən hal şəkilçisidir. Bu da getdi. Amma bax, ölç, ölçü, ölçülü. Qayğı, keşlik. Bağ, bağla, bağlan, bağlantı. Deməli, hamısı düzəltməlidir. Düzgün cavab D bəndi olacaq. Havanın təmizliyi sağlamlığın birinci şərtidir. Sağlamlığın birinci şərtidir. Xəbər, nə? Havanın təmizliyi. Deməli, oldu ismi birləşmə. Cavabımız olacaqdır ismi birləşmə. Verilmiş cümlə ilə bağlı uyğunluğu müəyyən edin. Getmək istəmirdim, ancaq israr etdi. Getmək istəmirdim. Kim? Mən. İsrar etdi. Kim? O. İki dənə cümlə var və ancaqla bağlanıb. Deməli, nədir? Mürəkkəb cümlədir. Tərkib hissələri bağlayıcı ilə bağlanmışdır. Düzdür. Həmcins xəbərli sadə cümlədir. Yox dedik, mürəkkəb cümlədir. Hətta 2 olan cavablarımızı silə bilərik. Bir də düzdürsə cavab çıxdı, amma baxaq. İştirak tərəflər arasında bərabər hüquqluluq vardır. Deməli, bu düzgündür, tabesiz mürəkkəb cümlədir. Bizə yanlışın altından yanlış lazımdır. Tərkib hissələrindən biri şəxsiz cümlədir. İkisində də mübtədasını bərpa eləyə bildik, şəxsiz cümlə deyil. Yanlış budur. Demək ki, düzün yanından düzü götürürük, səhvin altından səhvi. Cavabımız oldu 1, 4, C variantı. 31-də deyir ki, ələyim sözündə bitişdirici samit işləndiyini nəzərə alınsa, hansı fikir doğru olacaq? Deməli, bu bitişdiricidirsə, sözün kökü nədir? Sözün kökü əgər ələk ismi olsaydı, bu im artırılanda bu ki-yə keçəcəkdi, olacaqdı ələyim. Burada bitişdirici olmayacaqdı. Deməli, burada ələmək feilindən söhbət gedir. Burada da deyəndə ki, mən ələyim torpağı, y olur bitişdirici samit. İndi gəlin, baxaq. İki leksik bir qrammatik şəkilçisi var. Əl, ələ, yim. Deməli, burada nədir? Həmin şəkilçi burada, iki leksik şəkilçi yoxdur. Mənim əvəzliyi işlənə bilər, mənim ələyim yox, mən ələyim olar. 2-də getdi. Deməli, 2-nin getməyinə görə necə cavab gedir? Bu gedir, bu gedir, bu gedir. Təsviflənən feildir, əmr şəklindədir. Mən ələyim, düzdür. Birinci şəxsin təkində işlənib. Mən ələyim, düzdür. Feili xəbərin ifadə vasitəsi ola bilər. Nə edim? Ələyim, düzdür. Düzgün cavabımız olacaqdı 3, 4, 5. Deməli, bir də dedik, 2 leksik şəkilçisi yoxdur. Əldən ələmək var, imdə qrammatik. 1-dən 2-də o cür getdi. 32-də deyir ki, hansı cümlədə bütün sözlərin yazıcı ilə tələffüzü fərqlidir? Elə birbaşa cavabı deyirəm. Qonaqlar, burada x olacaq. Gələcək, gələcək, xışdırıq olacaq. Demək, düzgün cavab D-dir. İcbar növ feilləri müəyyən edin. İcbar növ bilirik ki, durdur, t şəkilçisindən olur, işi başqasına gördürür. Qanatlandırmaq özü olur, getdi. Gileyləndi, yoxdur. Sıxlaşdırmaq yoxdur. Tumarlandı, özü tumarlanır. Ütülətmək başqasına işi gördürdü. T. Mişarlatmaq başqasına işi gördürdü. Möhürlətmək başqasına işi gördürdü. Cavab oldu E variantı. 34-də deyir ki, nümunənin ilk söz yalnız xitab kimi düşünülə bilər. Bax, deyir ki, Sabir, Orxan, Turac və Anarla danışsınlar. Görürsən, hamısı oldu həmcins söz. Sahib, Elşən, Turqayı tədbirə dəvət etdilər. Kimi? Sahibi, Elşəni, Turqayı. Aysu, Nuray, Zəhra ilə məsləhətləşsin. Deyirsən ki, Əli, Aysu, Nuray, bir də Zəhra ilə məsləhətləşsin. Görürsünüz, burada hamısı oldu həmcins söz. Akif, Vəli və Toğrul danışsınlar. Akiflə Vəli bir də Toğrul danışsınlar. Amma deyir ki, Lalə, Əhməd də, Uğur da hesabat hazırlasınlar. Əgər bu da onlar kimi həmcins olsaydı, olacaqdı Lalə də, Əhməd də, Uğur da. Deməli, burada Lalə hər bir halda xitabdır. Düzgün cavab D-dir.
Köməkçi niksələrinə aid sözlərin işlənmə ardıcıllığını əlbəttə modal söz dünya qanunları idarə edir. Lakin bağlayıcı tarixçilər ancaq kişilərin adından danışır, yalnız təkcə. Bu da nə? Ədat. Demək olacaq modal söz, bağlayıcı, ədat. Modal söz, bağlayıcı, bir də ədat. Ona görə də nə oldu? 1, 2, 4. 1, 2, 4 cavabımız olacaq. Yox, səhv elədik bunu. 1, 2, 4 cavabımız olacaqdı D variantı. Biri ismi birləşmədir. Dərs oxuyanda, anda, anda fe'li bağlama getdi. Yaxşı oxunmadan fe'li bağlama getdi. Yarışda qalib gəlmək məstər getdi. Ellər qaça-qaça gəl ən fe'li sifət getdi. Ellər yaraşığı, ellərin yaraşığı ismi birləşmə. Düzgün cavabımız olacaqdı D variantı. Gördüyünüz kimi suallarımız çox da çətin deyildi. Fikir verib hamısını düzgün yazmaq olardı. Hər kəsə uğurlar, sağ olun.